Gömək yerlər əsdi, bənövşə tək solmuşam. Dindirmə daha bəsdi, yaman kövrək olmuşam. Ömrümə yerlər əsdi, bənövşə tək solmuşam. Dindirmə daha bəsdi, yaman kövrək olmuşam. Qəmək kömür bağladım, dərdimi çox bilmir. Sensiz qan bağladım, gözlərim yuxu bilmir. Salam aleyküm. Nətər qılınc? Xoş gəlmişsiniz. İyidi qılıncına qarşılayanlar. Ha. Sizə patrikadım. Mənim bu kimin qılıncıdır? Bu Həzrət Əlinin qılıncıdır. Həzrət Əli köməyiniz olsun. Çox sağ olun. İgid qılıncıdır. Ona görə yiğit qılıncı ilə sizi qarşılayıram ki, siz əvvəla yiğit oğlansınız. Tərifləyin. Onsuz verdiyim sualı verəcəm. Siz həmişə tərifdən qaçırsınız, amma bu tərif deyil. Sözün əsli mənasında kişi sözüdür, kişi tərifidir. Uşaq tərifi deyil. Sizi xalq sevir, Azərbaycan sevir, sizin verilişiniz baxımlıdır və ona görə də mən ilk dəfədir ki, çəkiliş işi olanda, ümumiyyətlə neçə ildir sənətən birinci dəfədir ki, belə o ağlıma gəlib öz düşüncəmlə qəbul eləmişəm ki, sizi qılıncına qarşılayım. Çox sağ olun, Məhəbbət müəllim. Xoş gəlmişik evizə. Xoş gəldiniz. Eviniz budur? Evimiz budur, indi dağçı gedəcək. Yox, yəni deyirəm saraylarda yaşamırsınız. Xeyr. Gəlin, xoş gəlmişsiniz. Ayaqqabı şey deyərlər. Ya başmaqsız gəlin. Buyurun gəlin. Aa, yox, maşallah. Maşallah gündüz olsun. Böyük yerdir. Ha, belə evimiz də şey. Bir əyləşək burada. Əyləşək, buyurun. Məhəmməd hanım, nə var, nə yox? Siz əyləşin orada. Neyinirsiniz, nə var, nə yox? Hər şey yaxşıdır. Deməli, Zaur bəy, neçə vaxtdır mən efirdə görsənmirəm. Biraz elə bilginən ki, uşaqlaşmışam, biraz sevinmişəm ki, çəkiliş gəlir, çəkəcəklər, göstərəcəklər. Məhəmməd müəllim, çoxdan da doğrudan yoxsuz sənətdə. Sənətdə varsınız, efirlərdə yoxsuz, belə deyək. Bir dənə zəhmət olmasa, ha? Efirlərdə belə deyə də ara sıra oluruq. Amma çoxdan da yoxam da, bir demək olar ki, köhnə ilə təzə ilə hesablasın 2 il olur. Bu 2 il də biraz sizin gəlişinizi eşidib, çox xoş olub mən üçün, xoşal olub ki, Zaur el deyimlə desək, Zaur gəlir, çəkiliş aparacaq. Demək olar ki, 2 gündür tam hazırlaşıram. Nə hazırlıq? Heyvan, qoyun, quzu kəsəcəksiniz? Yox, heyvan, qoyun, quzu... Kənd yeri olsaydı. İcidə əgər xəncəllə, Həzrət Əlinin qılıncı ilə qarşılamışıqsa, icidin ayağının altında göngə kəsmək lazımdır. Çox sağ olun. Kəsmək lazımdır. İcidi elə belə qarşılamırlar ki. Kəsməklə döyə gələk onu oturub yeyəsən. Bir cöngəni neçə günlüyünə yeyəsən? Bir cöngəni maşallah bir batalyon adam olacaq. Qutaracaq. Məhəmməd müəllim, bayaq giriş edənə dedim ki, cəmaatın məhəbbətini qazanmış Məhəbbət Kazımovun evinə qonaq gedirik. Mənim üçün maraqlıdır. Cəmaatın məhəbbətini doğrudan mı qazanmışsınızmı? Ulduzlar göz vurur, mən şarım, geçmeyi istəyirəm, kimsə sağlayır. Ulduzlar göz vurur, mən şarım, geçmeyi istəyirəm, kimsə sağlayır. Yaşlı hürümdə məni haqlayır, yaşlı hürümdə məni haqlayır. Qalmışam yerimə, duyarasın, qalmışam yerimə, duyarasın. Lar müəllim, deməli deyim ki, insan özü özünə tərif vurmaz. Atalar deyir ki, el gözü tərəzidir. El deyir bu sözü. Əgər el deyilirsə, elin sevimlisisənsə, 30 ildir. Artıq səhnədəsənsə, səni yaddan çıxartmırlarsa bu gündə. Deməli, bu doğrudan elin məhəbbətini qazanmaq deməkdir.
Bu saraylar, cəmaatın var, hamının özünə qismət olsun. Amin. Bağları var, belə. Siz elə bu evdir, doğrudan. Valla mən deməli 1986-cı ildən keçib. 86-cı ildən bu evdə yaşayıram, bu binada, elə bu blokda. Nə görürsünüzsə odur. Bəs toyda yığdıqları hara getdi? Toyda yığdıqlarımız bir var, üzr istəyirəm, ola yığasan. Bir var, olmaya yığasan. Toya pulsuz gedirdiniz ki? Yox, üzr istəyirəm, sözə yaxşı, düzgün reaksiya ver. Bir var, ola gedib gətir üstünü düzəldəsən. Bir var, olmayan yerdən gəlib doldurasan. O olmayan yerdən olanda onu çətin yığmaq olur. Deməli, siz qazanıb gətirirdiniz, gedirdi harasa? Gedirdi, qohuma gedirdi, əqrəbiyə gedirdi, özümə gedirdi, ev yox, eşik yox. Hamısını birdən eləmək olmur. Bir var münövrədən ola. Deyəsən ki, o deyir, pulun üstə pul gələr, yatırımın üstə yatırım gələr. Bir də var ki, dişinlə, dırnağınla, oradan, buradan qazanıb gətirib o əksiyi düzəldəsən, bu əksiyi düzəldəsən, o ancaq gəlib ağa çıxır, bu momentə onda da görürsün ki, elə budur. Onda da görürsən ki, artıq qocalırsan, amma yox, qocalmaq demək olmaz sizə, maşallah. Yox, qocalmaq deyəndə... Yaşınız neçədir Məhəbbət müəllim? Təmiz yaşım mənim 55-dir. Təmiz. Yoxsa birisi başqa cürədə olur ya? Başqa cürədə, məndə 3 pasport var. Orada. Nətər 3 pasportu var? Doğru deyirsiz? Doğru deyir. İlləri başqa-başqadır. Başqa-başqadır, bilirsiniz, çox tanışmışam efirlərdə, bilmirəm. qəzetlərdə, jurnallarda demişəm. Mən əskəridən sonra mən pasport almışam, metrik almışam, özümə atistat almışam. Böyük qardaşın yerinə getdiyinə görə əskərliyə, o yer dəyişiklik olub da, ona görə deyilmiş pasportum. Onun yerinə getmişsiniz əskərliyə. Əskərliyə qardaşımın yerinə. Niyə o... O biraz dələduz idi, getmədim. Doğru deyirəm. Oxşuyuruz bir-birinizə? Oxşuyurduq, bəli. Böyük qardaşım var, adı Əhliyyətdir. Allah canı sağ eləsin, biraz naxoşlayıb, bizim elde evində desək. Allah ona şəfa versin. Məhəmməd müəllim, çox üzr istəyirəm. Evdə neçə olmuşsunuz? Deməli, Zar bəy, biz çox evlatlı ailəyik. Deməli, mənim 7 bacım, 4 qardaşım olub. İndi üzr istəyirəm, rəhmətə gedənlər var, qalanlar var. Çox ailəli olmuşuq. 7 bacı, 4 qardaş olmuşuq. Bəs özünüzün neçə evladınız var? Özümün 2 qızım var, bir oğlum var. Allah can sağlıq versin. Böyüklər? Xeyr, hələlik görməmişim. Heç birinin? Heç birinin. İnşallah sizlərə qismət olsun da olmayanlara gözlənilir neysə. Məhəmməd müəllim, evə qonaq gələndə buradan belə çağırırsınız ki, bir stəkan çay gəlsin, yoxsa gərək gedib mətbəxə demək lazımdır? Yox, bizdə mətbəxə getmirlər. Buradan bir başına. Baş üstə. Rəşid! Kimdir Rəşid? Oğlum. Maşallah. Ay Rəşid! Belə lazımdır da bu cürə. Mən evə qonaq gələndə o düymənin basmağı mən xoşlamıram. Deyirəm, çağırmaq daha yaxşıdır. Bəli, əlbəttə ki. Valla kənddə... Ay Rəşid! Abi çay götür, kanka, qolaqlar... Gəlin, ələşin. Gəl Məhəmməd müəllim. Məhəmməd müəllim. Bəli. 30 ildir sənətdəsiz. 1979-cu ildən profesional səhnədəyim, profesional. Onda neçə yıl oldu? 30 il olur da, düz. 30 il olar. Bəli də, 30 ildir. 31-ci ildir də, bəli. Gəlin müəllim. Gəlin. Gəlin, kesin. Hoş geldiniz. Sağ olun, Elik. Göreceksiniz abi. Sağ ol. Böyük qardaşdır yoxsa? Böyük qardaşdır, bəli. Məbələn, bayaq dediniz ki, istəyirəm ki, evimə qonaq gəlsin, istəyirəm ki, məni çəksinlər, məni efirlərə çağırsınlar. Niyə bəs istəyirsiniz, alınmır? Deməli, gəl qobra. Bu kişi də mənim oğlumdur da. Görürsünüz, oxşuyur, ha? Hə, məbələn. Hacım. Niyə efirlərə çıxmırsınız? Bilirsiniz, alınmır. o bir, əgər indi bax bir anlıq yadınızda qalsa bir ax elədim. Ax. Ax çəkdiniz. Ax çəkmədim, ax elədim. Yaxşı. Ax çəkmək tam başqadır, ax eləmək. Bilirsiniz nə tədir, mən indi fikirləşirəm ki, axın mənim bu saatı indiyənə qədərini oxumuşamsa, sənət belədir. Adam bugün oxunduğunu sabah bəyənir. Sənət müxtələşən vaxtdır. Sənətin o deyək
görünü götürünü bildiyim vaxtı, səni ki çağırmırlar, səni oxutmurlar, səndən istifadə eləmirlərsə, bu sənin günahın deyil, bu sənin talehin günahıdır. Mən fikirləşirəm ki, gecə səhərətə fikirləşirəm, deyirəm ki, vaxt vardı, zaman vardı, ayı tıyı bilməyən vaxtı. Çağrılırdıq, gedirdik. İndi də adam gözləyir ki, sayılsın. İndi mənim sayılan vaxtımdır. Məni sayılıb çağırmaq, sahib gəlmisiniz. Ona görə səni qılıncla qarşılayıram. Sahib gəlmirsən. Sahib deyir, atalar deyir, sayanın qulu, saymayanın ağası. Və saysın, çağırsın da məni gedimdə. Mənim qapı döyən vaxtım deyil axı. Pəncərə döyən vaxtım deyil. Sizin qapınızın döyülən vaxtıdır. Bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Allah əzizlərimizə can sağlığı versin, ölənlərimizə rəhmət. Tamamilə doğrudur ki, mən axı özümə yaraşdırmıram. Mən böyük çıxmasın. Ömründə mən deməmişəm. Axı mən bilirəm ki, mənim sənətim var. Baxıram efirlərə. Qeybət olmasın ha. Mənim ad dediyimi o 1000 il bundan sonra deyə bilməz. Amma gün efirdədir. Üzr istəyirəm bu ifadəni həmişə danışıram. Biraz ucadan danışıram. Bağışlayın, əlbəttə tamaşaçılarımız da məni dinləyənlər. Yalan danışmasa səsi mikrofon düşməz axı. Aydın da. Onsuz da belə öyrəşmişik. Axı fıs verir. Fıs. Deməyə az sözü deməyə, salam mələküm deməyə səsi yoxdur. Sıllayır ha? Hıs verir, tısıldayır. Tısıldamaq bilirsiniz də nədir? Peki mikrofon qabağında nəsə o şeyi yoxdur. Hər şey, avazı yoxdur, səsi yoxdur. Yoxdur, bir oxuyanın heç olmasa bir registrdə səs olmalıdır. Bir aktava səs olmalıdır. Məbəd müəllim, deyirsiniz ki 31 ildir, yəni sənətdəsiz. Bəli. İlk dəfə neçə yaşınızdan, yəni kimə baxdınız, necə yəni oxumaq istədiniz də, belə deyək. İcazə verin buna ətraflı cavab verim. Xahiş edirəm. Əvvəla mənim müəllimim olub, mənə ərsiyə çatıran, mənə muğamı örgədən Nərman Əliyevə, böyük xanəndəmiz, qəndi-qəndi rəhmət diləyirəm. Muğam konkursunda 1979-cu ildə Mirzə Hüseyin dəstgahı ilə mən Respublika qalib olmuşum. Birinci dərəcəli. Sonra mənim müəllimim Axan Abdullayevə çox böyük təşəkkürüm bu. Bu yaxında da yubiley olacaq. Şöhrəti buradan aldı, onu da təbrik edirəm efir vasitəsində bir daha. Salamı çatdıram, öpürəm müəllimimi. Deməli, bunlar öz yerindədir. Amma mənə bu səs, mən bu hardan öyrənmişəm bunu. Kiçik Qafqaz sıra dağlarını eşitmişsiniz. Mən o Kiçik Qafqaz sıra dağlarının ətəyində böyümüş, boya başa çatmış bir insanam. O dərələrin nırıltısı, o çayların şırıltısı, Dağların təmiz havası. Təmiz havası məni, bax, ölkədən o dağlar olsun, meşələr, dərələr olur, çaylar olur. İndiki zamanda çox yayılıb, dağlar oldu, siz dağlar olursunuz. Bilirsiniz nətərdir, mən dağda böyümüş adamam, dağlar oğlu, bilirsiniz, dağlar oğlu Koroğluya deyiblər. Amma indiki zamanda yəni o, yaxşı dedim, onlar... Çaq Nəbiyə deyiblər, Kor Həsənə deyiblər. Yoxsa dağlar oğlu, elə biri gedib bulağın üstündən bir qaşı su içməklə dağlar oğlu olur. Dağlar olur və sonunda şəhərdə yaşayanlar nə oğlu olur? Ondan bir Yasin Qarayevin yaxşı bir sözü var. Deyirsən dağlar olsa mən çaylar olur. Məbəd müəllim, bugün sizin evinizə qonaq gələcək. Xoş gəlir. Kim gəlir, xoş gəlir. Belə böyük məmnuniyyətlə kim gəlsə, mən qonağın qarşısında durmağa, qarşılamağa %100% ederim. İlk, yəni düet ortağınız Könül Kərimov oldu. Tamamilə doğrudur, bəli. Deməli, Zahir bəy, duet ikili oxumaq deməkdir də. Duet, əvvəla deyim ki, duet oxuyanların heç birinin xətrinə dəyməsin. Dueti, siz mənlə hansı tonda danışırsınızsa, üzr istəyirəm. Mən də o tonda danışmalıyım. Siz mənə hansı tonda cavab verirsiniz, mən də o tonda verməliyim. Duet ikili oxumaq deməli, qarşılıqlı oxumaq. Değişmədi. Səs də uyğun gəlmədi. Səs uyğun gəlmədi. Əlbəttə ki, mən aktava yarım, 2 aktava oxuyum, zildən oxuyum, sən də aşağıdan dönən, olmaz, qarşılıqlı oxumaq. Bunu necə kəşf etdiniz ki, sizin səsiniz o xanımla uyğun? Deməli, bu tarixi çox qəribədir. Bizim gözəl Respublikanın zərb alətinin ustası Sadıq müəllim Zərbəliyev. Uzun illər bundan qabaq Ucara rayonuna tuaya gedirdik. Mən də musiqiçi heyətinə
demişdim ki bir xanım oxuyan getirin. Getdilər, baxdım xanım oxuyanı tanımadım. Üzr istəyirəm, bəlkə də indi qulaq asar xətrimdədir. Heç ad dayadmacaq o xanımı. Bizim görkəmli sənətkərimiz xalq artisti Sadıq Zərbəliyev dedi ki, dünənlər bir xanımla toydaydım. Çox xoşuma gəldi. Dedim, kimdir? Dedi ki, Könül Kərimova. O vaxtda Könül idi, Kərimova deyildi. Dedim, tanımıram. Dedi, mən deyirəm sana, yaxşı oxuyundu. Dedim, gedin gətirin. Getdik, Ucara toya getdik, oxudu. O vaxtı səsi hələ aşlanmamışdı. Nə mənada? Biraz oktavada işləmirdi. Oxudu, çox xoşuma gəldi. Dəvət elədim. Elə gecəni yolda qaydanda Sadıq müəllimlə bir yerdə gəldi. Dedim ki, bəs səni mən istəyərəm ki, bir yerdə oxuyaq. O da indi bir cüsmasın mən tanınmış müğənni. Çox böyük razılıq verdi. O razılıq, bu razılıq. Neçə il oldu? 4 ilən artıq oldu biraz ki, bir yerdə çalışdı. Aranızı kim vurdu? Və yaxud nə oldu? Deyə bilərsiniz bunu? Xeyr, aramızı heç kim vurmadı. Gərək kişi düzün desin. Heç kim vurmadı. Özü üçün Könül belə demək mümkünsə, ki, zapislər, video zapislər elədi falan elədi, o kaseti tutdu elədi. Sola kaseti zad oldu. Tutanda özü öz iştirakıyla, öz xaşıyla özü dedi ki, mən özüm üçün karyera düzəldirəm, tək oxuyuram falan, bax belə. Yəni aranızda belə məclisdə görəndə salam verirsiniz, yoxsa siz o tərəfə bu tərəfə? Yox, görür, verir, niyə vermir? Valla. Mən şəxsən bir-iki dəfə toylarda rast gəlib, salamlaşmışam. Bu düşmən deyil, Salamınızı götürür? Bəli, baxdım, deyir. Sən mən provokasiya yaparım. Yox, ümumiyyətlə deyil. Salamı götürür, bəli. Nömrəsini bilirsiniz, hal-hazırda bu dəqiqə. Xeyr, bilmirəm. Peki sizdən toy yiyəsi istəsək ki, Könül Kərimova ilə gəlin bir yerə, bir toya, filan yerə, Moskvaya gedərsinizmi? Bu belədir ki, bu toy işi ya istər mən olum, istər qeyrisi. Fərq eləməz. Toy sənin mənimki deyil. Toy eləyəninkidir. Ürəyim istəyir, Zavrı çağırıram, Könülü çağırıram, Məhəbbət çağırıram. Sən mənim qonağımsın, gəl oxumağını oxu, o da öz oxumağını oxusun. Yaxşı, dediniz ki, o getdi başqalarıyla duet oxudu. Bəs özünüz tək qalmadınız onda siz? Sizə kim kömək edirdi? Allah sənə kömək olsun. Gör, mən hələ bir tək vaxtım olur ki, mən duet ortağım çoxdur, yaxşı dostlarım var. Kimlər məsələn? Yox, duet belə səmimi desək... Bu oyundan ən yaxşı Könül olun da, Könül Kərimova ilə ən yaxşı. Demək mümkünsə bəli.